Deməli, uyğunluğu müəyyən edirik birinci sualımızda. Azərbaycan qədim dövrə aiddir. Azərbaycan ərəb əsarəti Əməvilər sülaləsi, Abbasilər sülaləsi. Əməvilər sülaləsi Əməvilər sülaləsinin hakimiyyəti başlayır 661-750. Abbasilərin hakimiyyəti başlayır 750-dən 1258-ə qədər davam edir. Beyləqanda müsafirin başçılığı altında üsyanın baş verməsi 748-də aiddir. Başlayır 748-də. Əməvilər dövrünə düşürmü? Düşür. Xəzər xaqanlığı ilə ilk toqquşmaların baş verməsi 643 Bələncər döyüşüdür. Amma burada 667-dən başlayır. 667 yox, 661. 77 nədir? 661. 643-dədir. Bu 4 xəlifənin hakimiyyət dövrünə çıxırsınız. Baxın, bilsəz də belə mütləq illərini yazın. Qeyd edin ki, yazılı formada gözü önündə olsun. Əhalinin və əmlakinin siyahıya alması, vergilərin artırılması, bu da 725-də olmuşdur. Əməvilərə düşürmü? Düşür. 750-yə qədər. Düşdü. Sonra, Dəbilin Ərəb Əmirliyinin mərkəzinə çevrilməsi. Biz bilirik ki, 644-də o Muğan ərazisidir, sonra Tiflisdir və Azərbaycan, Şimali Azərbaycana tabe etdilər. Yəni 7-ci əsrin ortalarında. Bu zamandır ki, Ərəb Əmirliyinin mərkəzi Dəbil şəhəri idi. Daha nə vaxta qədər? 705-ə qədər. 705-də isə Albaniya dövlət Girdiman süqut etdikdən sonra Dəbildən Bərdəyə köçürülür mərkəz. Ona görə biz bunu çıxırıq. Bizdə nə istəyir? Abbasilər dövrünü istəyir. Bəli. Bu düşür 4 xəlifənin, Raşid xəlifələr dövrünə düşür. Hərbi qənimətə görə xümus verginin ödənməsi. Demir başlaması demir. Ümumiyyətlə ödənməsi deyir. Bu da doğrudur. Xürrəmlərin Həştadsər döyüşlərində məğlub edilməsi. Xürrəmlərin Həştadsər. Həştadsər döyüşləri bir vardı 829, bir də var idi 836. Hər iki Həştadsər döyüşündə Xürrəmlər qalibdir. Burada isə məğlub edilməsi yazılır. Səhvdir cavab. 1AC 2B. 1AC 2B. B variantı. İkinci sual. Göstərilənə aid olduğu şəhəri müəyyənləşdirək. Albaniya dövlətinin paytaxtlarından biri idi. Azərbaycanda Ərəb Əmirliyinin mərkəzi olmuşdur. Albaniyanın paytaxtlarından biri. Deməli, hansılar olmuşdur? Qəbələ, bir də Bərdə olmuşdur. Azərbaycan Ərəb Əmirliyinin Ərəb canişinliyi mərkəzi olmuşdur. Burada Qəbələ olmuyor, təbii ki, Bərdə olubdur. Bərdə. Bərdəni tapırıq. 5 Şamaxıdır. 4 aşağı düşdüyü yerdə Bərdə. 2 Təbriz. 3 Ərdəbil. 1 Marağa. Cavabımız oldu 4. Növbəti sualımız. Ərdəbil 1-ci əsrin 60-cı illərində Roma qoşunlarının Azərbaycana yürüşlərinə aiddir. 1-ci əsrin 60-cı illərində. Söhbət burada gedir, yəqin ki 66-65 Albaniya üzərində yürüşlərdən söhbət gedirsə. Fraspa döyüşü 36-dır, Erdəbil 36, cümlənin digərinə baxmırıq. Azərbaycan qoşunlarının Romalıları məğlub etməsi, bu doğrudur. Yəni, bu doğrudur ifadə, amma bura aid deyil. Albaniya Roma hərbi qüvvələr arasında döyüşlərin baş verməsi 66-65 bu doğrudur. Albaniya Romaya qarşı Parfiya müttəfiqinə çevrilməsi yoxdur ifadə. Azərbaycan Roma imperiyasının əsarət altına düşməsi belə bir ifadəmiz də yoxdur ümumiyyətlə. Hökümdar Kozisin Qanıq döyüşündə məğlub edilməsi, Kozis hökümdar deyildi, sərkərdə idi ifadədə. Testi də vardı, toplumda testi vardı bundan bağlı. Daha sonra baş vermişdir Kutlərin Akkad dövlətinin varlığına son qoyulması. Kutlər eradan əvvəl 22-ci əsrdə
İskit Sak tayfa Azərbaycan axının başlaması eradan əvvəl 8-7-ci əsrlərdə. Azərbaycan cəmdə dövlət qurumlarının meydana gəlməsi eradan əvvəl 3-cü minilliyin ikinci yarısında. Manna adının ilk dəfə qaynaqlı çəkilməsi eradan əvvəl 843-dən. Bizdən daha sonra ən axırda baş verən hadisəni istəyir. Paytaxt İzurtunun Assuriya hökmdarı Aşşurbanipal tərəfindən yandırılması isə eradan əvvəl 650 idi. Ahşeri ittifaqı pozduğuna görə 650. Daha sonra deyirsə ən gec baş verən hadisəni soruşur, ən gec. Və hadisələr eradan əvvəl olduğuna görə şahidlər ən böyük rəqəm daha əvvəldir, ən kiçik rəqəm isə ən son baş verən hadisədir. Deməli cavabımız Y variantıdır. Burada 5-ci sualda Ərəb xilafətində hakimiyyətə gələn Əməvilər sülaləsinin vergi siyasətində getdikcə sərtləşdirir daha doğrusu. Yerli əhali ərəblər arasında fərqlərin qoyulması əsarət altında olan xalqların xilafətə qarşı etiraz çıxışlarının baş verməsi səbəb oldu. Əməvilər dövründən söhbət gedirsə 748-52 müsafir üsyanı. Belə çıxışların biri də müsafir üsyanı idi. Bəhs edilən hərəkət başçısı Babək arasında ümumi cəhət istəyir bizdən. Ümumi cəhət. Əməvilər sülaləsinin dayanırıq. Çünki Babək 816 Abbasilər dövrüdür. Çıxdıq. Əməvilər sülaləsi deyil. Üsyan 8-ci əsrin ikinci yarısı dayanırıq. Xürrəmlərin başlaması 778-də başlayıbdı. Amma müsafir isə 748-də başlayıbdı. Başçılıq etmələri hər ikisi deyir. Babək ümumiyyətlə 816-dır. Mübarizəyə Araz çayının cənubda. Beyləqan müsafirin başçılığıdır. Beyləqan şimaldır. Ona görə çıxdıq. Ərəb əsarətinə azad olmalı çalışırlar. Bəli, hər ikisi ərəb hakimiyyətinə qarşı mübarizə aparırlar. Məzdəkilər ideyasının davamçıları bu xürrəmlərdir. Məzdək ideyasının davamçıları. Erkən Tunç dövründə Azərbaycanda kollektiv dəfn etmə adətləri Filius erkən Tunç dövrünə aiddir. Bunu biraz yaxınlaşdırım. Deməli, bu erkən Tunca aiddir. Hansılar var? Kollektiv dəfn etmə adətləri, kurqan, bir də sonra nə var? Ölü yandırma. Ölü yandırma adətləri. Erkən Tuncun dəfn adətləridir. İkinci əmək Orta Tunc. Sənətkarlıq, bu da Orta Tunc. Erkən şəhər mərkəzləri. Bu da Orta Tunc. Ayaqla hərəkət edilən son Tunc dövrüdür. Duluz çarxı. Cavabımız A variantı. Manna dövləti tarixində eradan əvvəl 7-ci əsrin 70-50-ci illəri. Yəni 7-ci əsrin 70-50-ci illəri 670-650-ci illər nəzərdə tutur ki, Ahşerin hakimiyyət dövrüdür. Ahşerin Assur torpaqlarına hücum etməsi doğrudur. Niyə? Çünki burada nə deyirik? Ahşeri, İskit plus Midiya. Kaştariti. Bunlar ikisi Ahşerlə İskitlər Midiyalı Kaştaritin üsyanına 673-də köməkli edilmişdilər. Nəticədə Midiya Assurların hakimiyyətindən tamamilə qurtulmuş oldu. Xalq üsyanı nəticəsində hökmdarın öldürülməsi. 650-də Ahşerin öldürülməsi. Bu da doğrudur. Canişinlik sistemi yaradılması İranzudur bu. Manna bir sualızdır imtihanda mütləq. İskit Sak tayfalarının işğalçı hücumlarına qarşı mübarizə. İskit Sakların Mannaya qarşı işğalçı müharibəsi yoxdur. Müttəfiqdirlər bunlar. Urmiya gölündən şimalda yerləşən Manna ərazilərinin Urartu əsarətindən azad edilməsi. Şahidlər, Urartu ilə bağlı belə bir məsələ verir. Baxın, bu yenə qarşımıza çıxır bu ifadə qarşımıza çıxır. Urartunun Azərbaycana olan iddiaları son qoyuldu. Eradan əvvəl 714 2-ci Sarqonun böyük yürüşündə. Urartu hökmdarı Rusa məğlub oldu, özünü öldürdü
Bununla da Urartu Manna işləri qarışma məsələsi sıradan çıxdı. Çünki Urartu zəiflədi. Elə bir güclü bir siyasi hakimiyyətə malik olmayan bir dövlət oldu. Ona görə 5 də çıxırıq. Cavabımız 1-dən 2. B variantı. 8-ci sual. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı tapaq. Hadisə nəticələri doğru. Cavanşirin öldürülməsi 681. Mehranlı hakim sona çatdı mı? Xeyr. Sona çatması 705'dir. Çıxdıq. Birinci Həmədan döyüşü. Həmədan döyüşü 830. Ərəblər Xürrəmləri məğlub edərək ifadə səhvdir. Ərəblər məğlub oldular burada. Çıxdıq. Abbasilər 750-də Azərbaycan əhalisi cizyə vergisi alınmağa başlandı. Baxın, diqqətli olun. Axıra qədər oxuyun, xahiş edirəm. Diqqətli olun. Başlandı yox. Davam eləyirdi. Urnayrın Albaniyada hakimliyə gəlməsi xristianlıq dövlət dini elan edildi. 313. Bəli, Urnayr. Bu doğru ifadədir. Amid döyüşü, Dizrav döyüşündə Amid döyüşü 359. Dizrav döyüşü itilmiş torpaqla Albaniyaya geri qaytarıldı. Dizrav döyüşü şahidlər. Baxın, burada 2 dənə il yazacağım. Dizrav döyüşü 371'dir. Geri qaytarılması isə itirilən torpaqların geri alınması 387'dir. Yəni əlaqəsi yoxdur. Ki Amid döyüşündə də Amid döyüşü Dizravda daha əvvəl baş verdi. Ona görə ifadə yanlışdır. Cavabımız oldu D variantı. Qədim Atropatena və Alban dövlətlərinin mədəniyyətinə aid oxşar cəhət. Bəli, bu da çox müraciət edilən suallardandır. Yəni, buna da diqqət etsək yaxşı olar. Çox diqqət ediləsi suallardan biridir, yəni çox müraciət olunur buna. Deməli, 1. Bəzi şəhərlərin ayrı-ayrı hökümdarlar tərəfindən salınması. Atropatena Albaniyada bəli, ayrı hökümdarlar tərəfindən şəhərlərin salınması ola bilər, doğru bir anlayışdır. Ölkə ərazisində Yunan mədəniyyəti, Atropatena Albaniyada hər ikisində Yunan mədəniyyəti var. Albaniyada Yunan yazısı var, Atropatena Yunan yazısı var hər ikisində də. Burada Şəkinin Dəhnə kəndi tapılmışdır. Atropatena isə Kerifto abidəsi. Bu da doğru ifadədir. Heroqlif yazı sistemi Albaniyaya aiddir. 3 dənə yazı vardı. Onların biri də heroqlif idi. Bir də Mannada var heroqlif yazısı. Diqqət, üzr istəyirəm. Albaniyada yox, heroqlif Mannaya aiddir. Manna düşünün, Albaniya yazdı. Bu Mannaya aiddir. Sonra möhürdən üzük formasında möhürlə hazırlanması, bu da Albaniyaya aiddir. Möhürlərin yaranması, dövlətlərin meydana gəlməsi ilə yaranmışdır. Təqvimin yaradılması isə heç birinə aid deyil, çıxırıq. Cavabımız 1-dən 2 idi, B variantı. Növbəti sualımız. Növbəti sualımız 10-cu sual. 10-cu sualımız şahidlər. Manna hökmdarı Ahşer ilə Atropatena Artabaz arasında ümumi cəhət soruşur bizdən. Baxaq. Ahşer ilə Artabaz. Artabaz. Müttəfiq olduq dövlətlərlə münasibətlərin pozulması. Şahidlər, Artabazı xatırlayırıq biz hardan? Hardan xatırlayırıq? Eradan əvvəl 36 Fraspa döyüşündən biz xatırlayırıq. Dövlətlərlə münasibətlərin pozulması. Artabaz. Deməli, məsələ nədir burada? Ahşeri 675'də hakimlik gəldikdən sonra Assur dövləti ilə ittifaqı pozdu. Assurla pozdu. Burada isə Artabazın dövründə isə əvvəlcə o Parfiya ilə dost idi. Amma daha sonra isə Romanın daha doğrusu Parfiya ona qarşı hücum etməyə ehtiyac hiss etdi. Yəni Parfiya Atropatenaya qarşı hücuma başladı. Nəyə görə? Çünki 36-cı Fraspa döyüşündən sonra Parfiya Atropatenanın möhkəmlənməsinə ehtiyat edirdi. Buna görə də Artabaz xarici siyasət dəyişiklik etdi. Kimlə yaxınlaşır? Roma dövləti ilə yaxınlaşdı. Dövlətlərlə münasibətlərin pozulması. Cavabımız bu olacaq. Eradan əvvəl 6-cı əsrə aiddir. Midiya dövlətinin Assuriya əsarətindən tamamilə azad olması.
6-cı əsr deyiriksə, 6-cı əsr, yəni 600-dən 500-ə qədər başı bağlı olaraq belə yazaq ki, Midiya dövləti Assuriya əsarətindən azad olunması, Midiyanın Assuriyadan azad olunması belə bir ifadə yox, İskitlərin tabelindən çıxması olmalı idi. Manna dövləti ilə Assuriya arasında Sirdaqqa sazişi, Sirdaqqa 714-dədir, yəni 8-ci əsrdir. Urmiya gölü ətrafında İskit dövlətinin yaranması, İskitlərin yaranması isə 7-ci əsrdə eradan əvvəl. Bunu da çıxırıq. Azərbaycan torpaqları Əhəməni əsarətində düşməsi, bu da eradan əvvəl 550-də Əhəməni dövləti yarandı. 500-lərin 330-a qədər. Həmin dövrdə, bəli, Əhəmənilərin tabeliyinə düşmüşük biz. Makedon İskəndərin dayanırsan. Makedon İskəndər eradan əvvəl 4-cü əsrdir. Cənubi Qafqaz yürüşləri 4-cü əsrə düşür, bunu çıxırsın. Albaniya dövləti Arşakilər sülaləsinin hakimiyyətindən fərqli olaraq Mehranilər sülaləsinin hakimiyyət dövründə. Albaniya Arşakilər sülaləsinin hakimiyyətindən fərqli olaraq Arşakilər 1-ci, 6-cı əsrlərdə, Mehranilər isə 630-dan 705-ə qədər hakimiyyətdə oldular. Sasani dövləti ilə müttəfiq olması Arşakilərin Mehranilərin oxşar cəhətidir. Hər ikisində var. Arşakilərdə kim var? Urnayr var, Vaçe var, görmürsünüz bunları. Mehranilərdə yenə də Varazgirgor var. Sonra Cavanşir hakimi gəldikdən sonra 642-dən sonra. Düzdür, yenə də müttəfiqlik var, amma artıq Sasani zəifləmişdir. Onun ki, xarici dəyişiləcək. Bir dəqiqə. Fərqli olaraq deyir. Hə, bunu geri alın. Fərqli istəyir bizdən. Bunu geri aldıq. Bu fərqli cəhətdir. Bu oxşar cəhətdir. Ona görə çıxdıq. Xəzərlərlə xilafətə qarşı ittifaq qurması. Arşakilərin hakimiyyəti 6-cı əsrdə bitir, 629-da. Bu Cavanşirin dövründədir. Xəzərlərlə xilafətə qarşı ittifaq yaratmışdı. Bəli, Xəzərlərlə xilafətə qarşı. Xəzərlərin yürüşü Azərbaycanda 662-664-də idi. 664-də xilafətin Xəzərlərin hakimiyyətini qəbul etdi. Döyüşdən sonra, Araz yaxında döyüşdən sonra. Amma daha sonra baxdı ki, xilafət daha güclüdür. 667-70-ci illərdə onunla ittifaq qurdu. Yəni onun hakimiyyətini qəbul etdi. Belə daxili müstəqilliyi qoruyub saxlamışdı. Xəzərlərlə xilafətə qarşı ittifaq qurması bu doğrudur. Növbəti sualımız 13-cü suala keçirik. 13-cü suala keçirik şahidlər. Euler-Venn diaqramında. Manna dövləti, belə görünməyəcək, bunu biraz qısaltma. Manna dövləti İskitlər. Eradan əvvəl 7-ci əsrin 1-ci yarısında Assuriya dövlətinə qarşı mübarizə aparması. Ahşeridən söhbət gedirsə, bu Mannadır. A-nı yazırıq bura. Urartu dövləti tərəfindən ərazinin bir hissəsinin işğal edilməsi, 7-ci əsrdə artıq Urartu dövləti çıxırıq kənara. Altaydan Krım yarımadasından köç edən türklər tərəfindən əsasının qoyulması. Bu İskitlərə aiddir. Ərazisində ellim mədəniyyətin yayılması. Ellim mədəniyyəti Atropatena və Albaniyaya aiddir. Eradan və 7-ci əsrin 50-ci ildə Midiya üzərində qələbə qazanması. Biz bir ifadəni səhv eləmişik, düzəltəcəm indi onu. Eradan və 7-ci əsrin 50-ci illərində Midiya üzərində qələbə qazanması. Yəni 653-dən söhbət gedir. Bu da kimə aiddir? İskitlərə aiddir. Y variantı. Bir dənə burada ifadənin birini diqqətsiz elədik.
7-ci əsrin birinci yarısında Assuriya dövlətinə qarşı mübarizə aparıblar. Axı biraz əvvəl dedik ki, hansılar idi bunlar? Midiya plus İskit plus Manna. Kimlərdir? Midiyada Kaştariti, İskitlərdə İşbakay, Mannada isə Ahşeri. Hər ikisi Assurlara qarşı nə ediblər? Mübarizə aparıblar. Ona görə də bu məsələ nədir? Bizim oxşar cəhətimizdir. Bizim oxşar cəhətimizdir. A-nı buradan çıxardırıq, yazırıq 3-ə. A oxşardır. Urartu dövlətinin ərazisinin bir hissəsinin işğal edilməsi isə burada dövr istəmir bizdən. Biz 7-ci əsr burada görmüşük, elə bildik bunu da 7-ci əsr deyir. Burada dövr istəmir bizdən. Ümumiyyətlə deyir, Mannanın tarixini soruşur. B-ni də götürürük, yazırıq şura. Mannaya aiddir. Axı biz nə demişdik? 735-ci ildə Assuriya Mannaya köməklik eləmişdi və işğal edilən bəzi ərazilərini geri almışdı. İranzunun hakimiyyət dövrünə düşəcək o da. 1B, 2C'ye, 3A. 1B, 2C'ye, 3A. Cavabımız A variantı var belə cavab. Bəli. Diqqətli olmaq lazım imiş yenə də. Növbəti sualımıza baxırıq. 14. Paleolit dövründən fərqli olaraq Neolit dövründə. Yaz böyüdək. Paleolit dövründən fərqli olaraq Neolit dövründə. Əhali yığıcılıqla məşğul olurdu. Çayda yığıcılıq hər zaman olubdu. Yəni indi də var da yığıcılıq. Meyvəmiz varsa ağacdan gedib yığırıq onu, istifadə edirik. Bizdən fərqli cəhət istəyir. Təbiət qüvvələrinin inam meydana gəlməsi. Bu, paleolit dövründə idi. Təbiət qüvvələri inam meydana gəldi. Bizə neolit istəyir. İstehlak təsərrüfatı tamamilə formalaşdı. İstehlak ümumiyyətlə alt paleolitdən başlayıbdı. Bu da paleolit dövrünə aiddir. İstehlak. Heyvanların ovlanmasında ox və kamandan istifadə olunması. Bu başlayır mezolitdə. Mezolitdə başlayır və davam eləyirdi. Ona görə də mezolitdə başlayır, mezolit, neolit və digər dövrlərdə var. Cavabımız bu olacaqdır. Çünki ox və kaman paleolit dövründə yoxdur. Təsərrüfatda bağça və bostançılıq üstün yer tuturdu. Bunlar yeni təsərrüfat sahələridir. Yeni təsərrüfat sahələri olaraq yaranmışdı Orta Tuncda. Bizə isə neolit istəyirdi. Aşağıdakı verilən hadisələrin Alban dövlətçinin yekun nəticəsini müəyyənləşdirək eləyək. 457-463-cü ildə Alban Sasani hakimiyyətinə qarşı azadlıq müharibəsi başlandı. Hərəkat Sasani tərəfindən yatırıldı. Söhbət burada gedir 2-ci Vaçe. Yekun nəticələri istəyir bizdən. 1-ci Vaçe yox, 2-ci Vaçedir. Yazmışdım sualın izahında. Sasanilər Albaniyanın daxili müstəqiliyinə son qoyuldu. 463 487-də. Nə yarandı burada? Mərzbanlıq başladı. Ölkə ərazisi Haylandır onların əsarəti altında keçdimi? Xeyr. Sadəcə 462-də bunlar üsyan qaldırmışdılar 2-ci Vaçeyə qarşı. Firuzun əmri ilə. Kolt Girdiman şəxəsinin Uti vilayətləri Roma tərəfindən işğal edilməsi. Roma tərəfindən. Bu daha əvvəl aiddir. Yəni 371-ə aiddir əzizlərim bu məsələ. Bunu çıxırıq. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması. Söhbət gedir 5-ci əsrdən, amma Mehranilər 705-də hakimiyyəti başa çatmışdı. Bunu da çıxırıq. Cavabımız B variantı. Müasir xəritədə ulduzla qeyd edilmiş ərazinin Orta Tunc dövrünə aid səciyyəvi cəhətlərini qeyd edək. Xəritə haradadır? Bu da. Naxçıvan ərazisi. Naxçıvanda Orta Tunc dövrünə aid xüsusiyyəti istəyir bizdə. Baxaq. Erkən şəhər mərkəzlərinin meydana gəlməsi. Şəhər mərkəzləri Orta Tunc dövrünə aiddir. Bu düzdür. Elə cavabımız budur. Qədim insanat alt sənət sümüyü bu Qarabağda. Qarabağda. Bir də Qarabağda alt paleolit dövrünə aiddir. İlk dəfə evlər üçün dini ibadətlər bu erkən Tunca aiddir.
Elli mədəniyyətin təsiri mövcud olmuşdur. Elli mədəniyyətin yəni o dövrdə nə əlaqəsi var burada? Katakomba qəbirlərinin aşkar edilməsi, katakomba qəbirləri, bunlar alanlarla bağlıdır Azərbaycanda. Alan tayfaları isə 72-74'dür bizim era. Bizdən soruşur Orta Tunç dövrü. Cavabımız A variantıdır. Orta Tunç istəyir. Bəli. Əhəməni ağalığı dövründə Azərbaycan Əhəməni ağalığı dövründə, yəni Əhəmənilərin hakimiyyəti biraz əvvəl yazmışdım. 550-dən 330-a qədər mövcud olmuşdursa, şimalda ilk quldar dövlət meydana gəldi, yox. Əhəmənilərin süqutundan sonra meydana gəlir. Alban dövlətidir bu. Kiçik Midiyada Qalmata üsyanı baş vermişdir. Bu doğrudur. Qalmata üsyanı. Niyə görə? Çünki Midiyalıların hakimiyyətə gəlməsini istəyirlər. Midiya Manna dövlətinə aiddir. Keçdik. Çünki Manna dövləti 590-da dağılıbdır. Burada isə 550-dən soruşur. Atropaten dövləti dayanırıq. Çünki Atropaten dövləti yaranması, 321-ci ildə Əhəməni getdi. İskəndər gəldi. İskəndərin ölümündən sonra yarandı. Yəni əlaqəsi yoxdur burada. Qavqamel döyüşündə şahidlər Azərbaycanda müstəqil dövlət yoxdur və Makedoniyanın məğlub edilməsi yox, Makedoniya qalib gəlmişdir. Cavabımız B variantıdır. 18. 643-cü ildə ərəb qoşunlarının Cənubi Azərbaycana daxil olması nəticəsində 643 söhbət gedir, Cərmidan döyüşündən gedir. Ərəblər Azərbaycan mərzban arasında sülh imzalandığı, bəli, düzdür. Kim idi burada? Ərdəbil hakimi İsfəndiyar. Burada da bir məsələni diqqətli çatdıraq. Baxın, İsfəndiyar Ərdəbil hakimi dedik. Ərdəbil. İfadəni belə verir. Ərəblər Azərbaycana gələnə qədər Cənubi Azərbaycanın mərkəz şəhəri Ərdəbil idi. Ərəb hakimiyyəti bərpa olunduqdan sonra Azərbaycanda Cənubi Azərbaycan mərkəz şəhəri Marağa şəhəridir. Xilafətin tərkibində işğal başa çatdırıldımı Azərbaycanın? Xeyr. Bələncər döyüşdə Xəzərlər məğlub edildi. Xeyr, Xəzərlər qalib gəlmişdi. Alban hökmdarı Cavanşir hakimiyyəti uzaqlaşdırıldı 643-də. Düzdür, Cavanşir hökmdardır, amma hakimiyyəti uzaqlaşdırmayıbdı. Belə bir ifadəmiz səhvdir. Araz çayından şimalda vilayət idarəsi ərəb canişinə həvalə edildimi? Xeyr, səhv ifadədir bu. Cənub əraziləri idi. Növbəti sualımız. Xəritədə paytaxtı ulduzla işarələnmiş dövləti müəyyən edirik. Müəyyən edəndə dövlətin 3-4-cü əsrlər Cənubi Azərbaycan hücumlara aid müəyyən doğru bənd. Aha, dövlət haradır bura? 3, Roma. Uzunboğaz çəkmə, İtaliya. Roma dövlətinin 3-4-cü əsrlərdə Cənubi Qafqaza hücumlarına aid doğru bəndi müəyyənləşdirək. Aha, aydındır. Sasanilər dövlətlə müharibə aparılması. Aparıb mı? Aparıb. 359, 371, Hamid Dizrav döyüşləri. Bu doğrudur. Dizrav döyüşündə qalib gələrək Azərbaycanın Albaniya bəzi bölgələrini işğal etdi. 3-4-cü əsrlər. Bu da doğrudur. Maqneziya döyüşündə Selevki dayanırıq. Maqneziya döyüşünü deyib ümumiyyətlə dayanırıq. Nəyə görə? Çünki Maqneziya eradan əvvəl 190-a aiddir. Axırını oxumağa ehtiyac yoxdur. Maraqlı da deyilir. Atropatena Parfiya dövlətlərinin hərbi ittifaqına qarşı yox. Atropatena ümumiyyətlə orada yox edər. 4-cü əsrdə yoxdur. Onlara qarşı mübarizə aparılması ifadəsi səhvdir ifadə. Cənubi Qafqazın tamamilə işğal edilən əyalətə çevrilməsi belə bir ifadə olmayıbdır. İşğal etməyib. Sadəcə Azərbaycanın 4 dənə vilayətini işğal etmişdir. Birlə ki, doğru variantdır. Bizə nə istəyirdi? Doğru bənd istəyirdi. Bəli, doğru variantı istəyirdi. Cavabımız A variantı. 20. Xilafətin Azərbaycan həyata keçirdiyi iqtisadi siyasətə aiddir. İqtisadi məsələ. Ərəb tayfalarının köçürülməsi. Bu köçürmə siyasətidir. Bütpərəstlik zorla müsəlmanlaşdırması yoxdur. İslam zorla qəbul etməyibdir. Rabadlar hərbi məskənlərdir. Hərbi məskənlər. Bunu da çıxdıq.
Pul islahatı isə dövrədə Sasani Bizans pullarının çıxarılması doğrudur. Bunu eləmişdi. İlk xəlifələr dövründə əhali əmlakının siyahıya alınması şərtlə bunu yazdıq bayaq. 725-dədir bu məsələ. 725-dədir və Ənəvilər dövrünə aiddir. Bunu da çıxırıq burada. 21. Eğer birinci əsrdə Albaniya dövləti üçün təhlükə törədirdi. Hansı dövlətlər? Birinci əsrdə. Bizim eran birinci əsrdə. Bunu bəzən şəhərlər çaşa bilərsiniz, Romada götürə bilərsiniz. Amma ehtiyatlı olun burada. Roma mövcud olmuşdur. Respublikasını soruşuram. Romada Respublika eradan əvvəl 509 idi və eradan əvvəl 27-yə qədərdir. 27-dən bu yana, yəni bizim eran birinci əsrdə artıq Roma imperiyasıdır. Ona görə diqqətli olun. Alan tayfalar var, 72-74, yəni 1-3-cü əsrlər və Parfiya dövləti vardı. Ona görə demişdik ki, Parfiyada nə etmişdi? Atropatenaya son qoyduqdan sonra şimala doğru yönəlmək istəyir ki, buna görə Albaniya Roma ilə yaxınlaşmışdır. Cavabımız 2 ilə 3-dür. Selevki dövləti niyə olmaz? Çünki eradan əvvəl 190 Maqnezi döyüşündə Selevki parçalandı, getdi. Makedoniya imperiyası da eradan əvvəl 321-də İskəndərin ölümündən sonra bu da sıradan çıxdı, getdi. Cavabımız 2 ilə 3-dür. B variantı əzizlər. Növbəti sualımıza baxaq. 22. Albaniya hökmdarı Cavanşir Xəzər xaqanlığı və Ərəb xilafəti ilə apardığı diplomatik danışıqlar ümumi nəticəsi. Xəzərlərlə və ərəblərlə. Dövlətin müstəqil qoyulub saxlanması. Belə bir cavab axtaracağıq indi. Son qoyuldu mu? Xeyr. Hər gün vassal aslını qəbul etmişdimi? Ola bilər. Albanların ödədikləri xaraq vergisi, xaraq Sasanilərə aid vergi idi. 3-1 qəzər azaldıldığı xeyr. Bu ərəblərə aiddir. Verginin 3-1 azaldılması. Bizansa qarşı ittifaq yaradılması xeyr, tam tərsi. Bizansdan ərəblərə qarşı ittifaq kimi istifadə eləmişdi. Bu Sasani dövlətinə aiddir. Bu da səhvdir. Cavabımız B variantı. Eyni əsrdə baş verən hadisələr. Cənubi Qafqaz uğrunda Sasani Bizans 603-629. Bu 604-628 ifadəsini də görə bilərsiniz. Yəni 7-ci əsrdir bu. 7-ci əsr. Alban sərkərdə Cavanşirin Sasani şahı tərəfindən mükafatlandırılması. Bu da Kadisiya-Ktespon döyüşləridir, xatırlayırsınızsa. Həmin döyüşdə mükafatını almışdı. 7-ci əsrdir. 1 ilə 2 oxşar cəhət oldu. 7-ci əsr. O birlərə baxaq. Savalan döyüşdə Xəzərlərin ərəbləri məğlub etməsi. Savalan döyüşü 722-də. Daha doğrusu Savalan 731-də. 722 3-cü Bələncər döyüşü idi. Albaniyada Arşakinin hakimiyyətə gəlməsi, bu da 1-ci əsrdir. Fərqli əsrlərdir. Bunları çıxdıq. Manna və Midiya dövlətlərinə aid oxşar cəhət istəyir bizdən. Manna, Midiya. Manna ilə Midiya. 6-cı əsr süqut etməsi. Manna 590-da süqut edibdir. Midiya isə 550-də eradan əvvəl süqut edibdir. Hər ikisi oxşar cəhətdir. Əhəmənilərin hücumuna məruz qalması. Əhəmənilərin yaranması 550-dir əzizlərim. Və o Mannanı ümumiyyətlə görməyibdir. Çıxdıq. Asur dövlətinə qarşı mübarizə aparması. Mannada kim? Ullusun var, sonra Ahşeri var. Midiyada isə Midiya onsuz da Assuriyaya son qoyubdur. Onunla mübarizə aparıblar, doğrudur. Feodal münasibətləri. Bunlar quldar dövlətdir. Ona görə bu variantı çıxırıq. Əhalisinin atəşpərəst olması. Manna bütpərəst. Manna bütpərəstdir, ona görə çıxırıq. 1-3. 25-ci sualda. 22-ci əsrin əvvəllərində Kuti dövlət qurumuna aid xüsusiyyət. 22-ci əsrin əvvəlləri. Əvvəlində Akkada tutmuşdular, sonda isə onların hakimiyyətə son qoyulmuşdu. Kutilərin Mesopotamiya hakimiyyəti. Mövqeyinin zəifləməsi sonlarıdır. Akkada süquta uğradılması, Akkad. Bu doğrudur. Türk mənşəli sülalə tərəfindən idarə edilməsi
Kuti dövlət qurumu, bəli, türk mənşəli dövlət tərəfindən sülalə tərəfindən idarə olunur. 2-3 doğru variantdır. Assur dövlətinə qarşı əlaqələr, yox, Assur əlaqəsi olması yoxdur. Çünki Assurlar 2-ci minillikdən etibarən meydana çıxacaqlar. Xronoloji ardıcıllıq istəyir bizdən. Atropatena Sasani imperiyasının tərkibinə daxil edilməsi. Atropatena. 227. Xilafət tərəfindən ərəblərin Azərbaycana köçürülməsi eradan əvvəl 7-ci əsrdən etibarən başlayıb. Albaniyanın Dizrav döyüşündə itirdiyi torpaqları geri alması, Dizrav döyüşündə itirdi 387-də. Ağqoyun kilsə məclisi 488. Ardıcıllığını düzsək 1, 3, 4, 2. Uyğunluq. Eradan əvvəl 7, eradan əvvəl 6-cı əsr. Urartu Manna ərazilərə hücumların son qoyulması, bunu dedim biraz əvvəl, 7-ci əsrdə idi. Yox. Geri aldım. Bu 8-ci əsrdir. Yəni 714. Sarqonun Urartunu məğlub etməsindən sonra son qoyduq buna. Çıxdıq. Azərbaycan ərazisində türk mənşəli dövlətin əsasının qoyulması. Azərbaycan türk mənşəli. Bunlar İskitlərdir. İskitlər 7-ci əsrə aiddir. B. İskit dövlətinin Midiya tərəfindən işğal edilməsi. Midiya tərəfindən 590-da Midiya İskitlərə son qoymuşdu. 6-cı əsr. C. İkinci Kir Massaget tayfaları müharibədə öldürüldü. İkinci Kir 6-cı əsrdir. Bu da doğrudur. Massaget Tomris tərəfindən öldürülmüşdü. Bunları da götürdük. Niyə xətt çəkirəm üstündən? Çəkməyim. Sonra Lulubi tayfa, Lulubi dayanırıq. Lulubilər. Çünki bunlar eradan əvvəl 3-cü minilliyə aiddir əzizlərim. Burada isə bizdən 7 və 6-cı əsr istəyirdi. Cavab 1B, 2C, D. Siyasiya varmı? Var. Mənbəni oxuyaq. Sasani dövlətində 5-ci əsrin sonlarında əhalinin iqtisadi vəziyyəti ağır idi. Belə bir şəraitdə əhali arasında mərkəzi hakimiyyətə qarşı 481-529-cu ildə söhbət Sasani dövlətindən gedir. Bəli. Məzdək hərəkatı 481-529 Məzdək. Bu hərəkat Atropatena ərazisində də geniş yayılmışdı. Hərəkat nümayəndələri xeyrin şərcə qələbəsi inanırdılar. 1-ci Qubadın dövründə hərəkat genişləndi. Əyanları tabe etmək üçün Qubad hərəkat iştirakçıları arxanlar onlara himayədarlıq etdi. Lakin Qubad üsyançıları müdafiə etdiyi üçün taxtdan salınır. Cümlənin davamı belə gətirilir. 1-ci Qubad sonradan Axunların köməkliyi ilə hakimiyyətini bərpa etdikdən sonra artıq məzdəklərə ehtiyacı qalmır və onları təqib etməyə başlayır. 1-ci Qubad. Və həmin məzdək hərəkatına son qoyur. Mətndə mənbədə bəhs hərəkatın əvvəllər mövcud olmuş hansı dini cəryanın təsirinə məruz qaldığını deyirik. Mani hərəkatı mənbədə bəhs hərəkatın əsas ideyaları xeyrin şər üzərində qələbəsi, xeyrin şərə qələbəsi və ədalətli cəmiyyət. Mübarizə yolu ilə ədalətli cəmiyyət qurmasının tərəfdarı idi. Xeyrin şər üzərində qələbəsinə inanırdılar bunlar. Manidən fərqli olaraq. Mənbədə bəhs hökmdarın hakimiyyətini yenidən bərpa etdikdən sonra hərəkat işlərinə qarşı həyata keçirdiyi 2 tədbiri yazın. Yazaq. Məzdək edam olundu. Biraz əvvəl bunu dedim sizə. Məzdək edam olundu və hərəkat yatırıldı. Başqa variant da yaza bilərsiniz. Hərəkat üzvləri təqiblərə məruz qaldı və ya kütləvi həbslər və ya edamlar həyata keçirildi. Yəni müxtəlif formada yaza bilərsiniz bu formada. Əsas bunları yazsanız kifayət edir. Bəli.
Bu da bizim bir sualımız, yəni sınavımızın izahı. Gələn dəfədə inşallah bunların sayını artıracağıq. Yaxşı, əlavə sınaqlar da olacaq. Şagirdlər, mütləq ki, sınaqlarımızı işləyirik və onların səhvləri üzərində mövzularımızı təkrarlayırıq.